Planlaşdırma. Deməli, planlaşdırma nədir? Ümumiyyətlə biz planlaşdırmadan danışarkən ilk növbədə burada geriyə planlama haqqında. Buna biz geriyə planlama da deyirik. Nəticədən planlama da deyirik. Nəticədən planlama. Nədir bu nəticədən planlama? Əvvəllər planlaşdırma daha çətin formada aparılırdı. Daha geniş formada aparılırdı. Müəllim dərsin bütün mərhələlərini yazırdı ora, 7 mərhələsini. Hamısına riayət eləməli idi. Amma indi daha sadələşdirilib planlaşdırma və orada artıq biz dərsin 7 mərhələsini hamısını qeyd eləmirik. Baxın, geriyə planlamada olduğu kimi 3 addım əsas orada öz əksini tapır. Geriyə planlama nədir? Təlim prosesində müasir bir yanaşmadır. Bu yanaşma həm illik, həm də gündəlik planlaşdırmada istifadə edilir. Planlaşdırmanın iki növü var. İllik və gündəlik planlaşdırma. Məktəbdə iki planlaşdırma həyata keçirilir. İllik və gündəlik olmaqla. Hər ikisini də biz geriyə planlamanın əsasında həyata keçiririk. 3 addımdan ibarətdir geriyə planlama. Birinci addımı təlim nəticələrinin elan edilməsidir. Nə idi təlim nəticəsi? Təlim nəticəsi əvvəlcədən müəyyənləşdirilir. Bəli, şagirdlərin, təhsil alanların nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməsi idi ki, biz, yəni dərsin sonunda nə əldə edəcəyik, onu yazırdıq, düzdür? Deməli, birinci biz dərsin sonunda əldə edəcəyimizi yazırıq. Yəni, dərsimizin məqsədin. Buna biz dərsin məqsədi də deyirik. Dərsimizin məqsədini yazırıq, təlim nəticəsi olur bu. Yəni, burada şagirdin hansı bilik və bacarığı əldə edəcəyi müəyyənləşdirilir, yazılır. İkinci addımımız nədir? Qiymətləndirmə. Qiymətləndirmədə isə şagirdləri sonda və dərs prosesində necə qiymətləndirəcəyik, bunları yazırıq. Yəni, qiymətləndirmə üsul və vasitələrini yazırıq. Üçüncü növbədə isə öyrənmə fəaliyyətləri. Öyrənmə fəaliyyəti də ki, bizim dərs prosesində qurduğumuz üsul və formalardır. Üsullar, formalar, yəni təlim strategiyaları. Üsul və formalar. Biz dərsimizi hansı formada quracağıq? Dərs prosesini hansı üsulla, forma ilə keçəcəyik? Gördüyünüz kimi ardıcıllıq necə getdi? 1. Təlim nəticəsi. 2. Qiymətləndirmə. 3. Öyrənmə fəaliyyəti. Deməli, bizim dərsimizdə birinci müəyyənləşdirməli olduğumuz nə oldu? Təlim nəticəsi. Birinci biz təlim nəticəsini müəyyənləşdirdik və gedən bütün proseslər təlim nəticəsinə uyğun aparılır. Yəni, dərsimizin məqsədi nədirsə, quracağımız bütün işləri məqsədə uyğunlaşdıracağıq biz. Bir nömrəli şey müəllimin dərsin məqsədini düzgün müəyyənləşdirməsidir. Əgər müəllim dərsin məqsədini düzgün müəyyənləşdirərsə, işin bir 50%-ni görmüş hesab olunur. Ki, məqsəd aydın olanda, nəyə doğru getdiyini biləndə, sən ona uyğun işini də düzgün planlaşdıra bilirsən. Məsələn, sən başdan soğudu, bilmədən elə gəl gir dərsə ki, bugün filan mövzunu keçirəm. Ortada bir məqsəd yoxdur təbii ki. Bu zaman dərs effektiv olmur. Nə sən bilmirsən nə keçdiyini, nə şagird bilmir ki, nə öyrənir. Yadda saxlayın, dərsin təlim nəticəsini mütləq şagirdlərə elan etmək lazımdır. Dərsin təlim nəticəsi şagirdlərə əvvəlcədən elan olunmalıdır. Və hətta müəllim dərsin təlim nəticəsini lövhədən yazmalıdır ki, şagirdlər görsün onu. Burada inklüziv mühiti də qorumuş oluruq. Həm deyirik, həm yazırıq təlim nəticəsini. Eyni zamanda təlim nəticəsinin lövhədə dərsin sonuna qədər qalması önəmlidir. Niyə qalır sizcə orada lövhədə? Bəli, baxın, dərsin sonuna qədər lövhədə ona görə qalır ki, şagird bilsin ki, nə öyrənir, nə üçün öyrənir və nə əldə edəcək. Ola bilər ki, dərs prosesində bir 10 dəqiqə keçdi, 15 dəqiqə keçdi, şagird məqsəddən yayındı. Ən azından lövhəyə baxıb görəcək ki, orada dərsimizin məqsədi var. Məqsəd üçün başlayacaq fəaliyyət göstərməyə. Buna görə də dərsin məqsədi, təlim nəticəsi mütləq lövhədən yazılsa yazılmalıdır. Yazılsa yaxşı olar, yox, yazılmalıdır ki, şagirdlərin dərsin sonuna qədər nə əldə edəcəyi orada qalsın. Baxın, qiymətləndirmə də təlim nəticəsindən asılıdır, öyrənmə fəaliyyəti də təlim nəticəsindən asılıdır. Yəni, ikinci və üçüncü həmişə təlim nəticəsindən asılıdır. Biz qiymətləndirməni də təlim nəticəsinə görə müəyyənləşdiririk. Məsələn, qiymətləndirmə meyarları 4 səviyyəli. Öyrənmə fəaliyyətini də təlim nəticəsinə görə müəyyənləşdiririk.
Yəni bu gün mənim nəticəm nədir? Sonda əldə edəcəyim məqsədim nədir? Ona uyğun qiymətləndirmə quracağam ki, onu qiymətləndirim. Mənim bu gün məqsədim nədir? Ona uyğun da fəaliyyət müəyyənləşdirəcəm ki, onu daha tez çatım. Məsələn, məqsədə baxıram, təlim nəticəsinə. Görürəm ki, bugünkü məqsədə mən qrup işi keçirsəm daha yaxşı çata bilərəm. Uşaqlar əməkdaşlıq eləsələr daha tez çata bilərlər. Ona görə qrup işi seçirəm. Növbəti gün baxıram ki, uşaqlar fərdi işləsə daha yaxşı nəticə əldə edə bilər. Fərdi iş seçirəm. Üsul olaraq nə bilim beyin həmləsini seçirəm. Baxıram dərsimin məqsədinə, təlim nəticəsinə. Ona uyğun da öyrənmə fəaliyyətlərini müəyyənləşdirirəm. Deməli, testdə əgər yazılsa ki, təlim nəticəsi qiymətləndirmədən asılıdır, yanlışdır. Və ya qiymətləndirmə öyrənmə fəaliyyətindən asılıdır, yanlışdır. Qiymətləndirmə də təlim nəticəsindən asılıdır, öyrənmə fəaliyyəti də təlim nəticəsindən asılıdır. Başa düşdünüz bu hissəsini? Sonra burada təlim nəticəsi nədir, qiymətləndirmə nədir, onları yazmışam, onlara baxarsınız, bayaq danışdıqlarımızdır. Burada da qeyd formasında qeyd etmişəm, qiymətləndirmə də öyrənmə fəaliyyətləri də təlim nəticələrindən asılıdır. Planlaşmanın iki növü var. Baxın, bu mövzunu siz kitabdan oxusa heç nə başa düşməyəcəksiniz. Orada yəni detallı şeylər heç nə yoxdur. Mütləq PDF-dən istifadə edərsiniz. Planlaşmanın iki növü var. Perspektiv planlaşdırma, yəni illik və cari planlaşdırma, yəni gündəlik. İki yerə ayrılıq deməli planlaşdırmanın. Hər iki planlaşdırmaya aid olan məqamlar var, oxşar tərəfləri var ki, hansılardır oxşar tərəfləri? 5 əsas oxşar tərəfi var bunların. Birincisi standart, yəni alt standart, əsas standart. Bunlar həm gündəlik planda yazılır, həm də illik planda yazılır. İkincisi mövzu, yəni bugün hansı mövzunu keçəcəm, bu həm illik planda qeyd olunur, həm də gündəlik planda. Üçüncü inteqrasiya. Nə idi inteqrasiya? Əlaqələndirmə. Fənnin digəri ilə, həyatla, mövzu ilə və s. əlaqələndirilməsi. İkisindən oxşardır. Qiymətləndirmə hər ikisində var. Resurslar hər ikisində var. Bu 5 məsələ ikisində də oxşar tərəfdir. Daha sonra illik planlaşdırma nədir? Baxın, illik planlaşdırma müəllimin bir akademik tədris ili ərzində tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən bir sənəddir. Yəni, mən il ərzində fəaliyyətləri necə quracam? İlin başlanğıcında müəllim mütləq illik planını tutmalıdır. Və yadda saxlayın, illik planlaşdırmada, bunu yadda saxlayın, həm məktəb daxili, həm də məktəbdən kənar həm sinif daxili, həm də sinifdən kənar məsələlər öz əksini tapır. Yəni, həm məktəb daxili, həm məktəbdən kənar, həm sinif daxili, həm də sinifdən kənar məsələlər illik planda öz əksini tapır. Yəni ki, məktəbin daxilində mən şagirdlərə il ərzində hansı fəaliyyətləri həyata keçirəcəm və ya məktəbdən kənar. Məsələn, bu ola bilər məktəbdən kənar gəzintilər, ekskursiyalar, düzdür? Bunları da müəllim ilin əvvəlindən müəyyənləşdirməlidir. Sinif daxili, sinifdə hansı fəaliyyətlər keçiriləcək və ya sinifdən kənar. Məsələn, laboratoriya işi ola bilər, məşğələlər ola bilər, sonra fakultativ kurslar ola bilər və s. Bunların hamısı illik planda ilin əvvəlindən müəyyənləşdirilən xüsusiyyətlərdir. Həm məktəb daxili, məktəbdən kənar, həm sinif daxili, sinifdən kənar fəaliyyətlər öz əksini tapır. İllik planlaşdırmanın əsas məqamları. Baxın, tədris vahidi və ya bölmə. Nədir tədris vahidi? Tədris vahidi bölmələrin, mövzuların ardıcıllığıdır. İllik plan görmüsünüz ümumiyyətlə məktəbdə. İllik planda birinci yazılır nə? Standartlar, sonra mövzu, sonra müəyyən xüsusiyyətlər yazılır. Orada saat, tarix, hamısı qeyd olunur. Ümumi gedən bütün proseslər tədris vahididir. Bölmələrin, mövzuların ardıcıllığı. Saat və tarix yazılır illik planda. Baxın, bu əsas standart var. Bunu yadda saxlayın ki, ümumilikdə bunu fərqləndirmirik. Əvvəllər fərqləndirirdik, ona görə ayrı yazmışam. Bilin ki, əsas standartda, belə eləyim bunu. Əsas standartda, alt standartda, yəni ikisi də yazılacaq.
həm illik, həm gündəlik planda ikisi də var. Yəni bunu fərqli xüsusiyyət kimi yadda saxlamayın. Standart hər ikisində var. Alt standart da, əsas standart da. Sinifin sonu üçün təlim nəticəsi illik planda olur. İllik hədəflər yəni. Yadınıza düşür təlim nəticələrini keçəndə 4 dənə təlim nəticəsi keçmişdik. 1. Təhsil səviyyələri üzrə təlim nəticələri idi. 2. Məzmun xəttləri üzrə təlim nəticələri. 3. Sinifin sonu üçün təlim nəticəsi. 4. Dərsin təlim nəticəsi. 4 dərsin sonu. Deməli, illik planda 3-cüdən istifadə edirik. Düzdür? Sinifin sonu üçün təlim nəticəsindən. Yəni, bir sinifin sonunda şagirdlər nə əldə edəcək? Misal üçün, şagird oxur 5-ci sinifdə. Bu sinifin sonunda nə əldə edəcək? Bu illik planlaşdırmadır. 4-cü təlim nəticəsi. Dərsin sonu üçün təlim nəticəsi isə harada yazılır? Hansı planda? Gündəlik planda. Artıq biz gündəlik planımızı ona əsasən müəyyənləşdirəcəyik. Bir də müəllimlər, qiymətləndirmə ilə bağlı bura bir xüsusiyyət yazacağam. Əgər illik plandan danışırıqsa, illik planda diaqnostik, bəli, diaqnostik bir də summativ qiymətləndirmələr yazılır harda? İllik planda. Diaqnostik bölmələrin əvvəlində, summativ bölmələrin sonunda qeyd olunur. Bunlar təbii ki, illik planda öz əksini tapır. Amma formativ gündəlik planda yazılır. Bu da, yəni ikisi də aiddir illik planlaşdırmaya. Sonra gündəlik planın xüsusiyyətlərinə gəldikdə, gündəlik planlaşdırmada müəllimin deyir, gündəlik dərs planı müəllimin yaxşı dərs keçməsi və arzu olunan məqsədlərə çatması üçün bələdçi rolunu oynayır ona. Gündəlik plan tutması. Gündəlik plandakı bir akademik tədris saatı ərzində müəllimin görəcəyi bütün işləri özündə əks etdirən bir sənəddir. İllik plan bir akademik tədris ilidir, gündəlik plan isə bir akademik dərs saatıdır. Gündəlik planın tərkib hissələri. Dərsin mərhələləri. Dərsin hansı mərhələlərini tanıyırsınız? Aha. Bəli, baxın, biz burada dərsin 2 mərhələsini mütləq qeyd eləməliyik gündəlik planda. 1. Motivasiya, yəni cəlb olunma yazılır, yəni motivasiya. Və 2. Dərsin ən sonuncu mərhələsi olan qiymətləndirmə və refleksiya. Qiymətləndirməni olsa yazılmış refleksiya. Dərsin ən sonuncu məntiqi yekun refleksiyadır. Motivasiya və refleksiya mütləq gündəlik planda öz əksini tapmalıdır. Bunu müəllim necə apardığını yazmalıdır orada. Dərsin mərhələləri deməli gündəlik planda öz əksini tapır. İş üsulları, iş formaları gündəlikdə olur. İllik planda biz yazmırıq bunları. Nə iş üsullarını, iş formalarını, nə dərsin mərhələlərini yazmırıq orada. Bunlar yəni gündəlik plana spesifik xüsusiyyətlərdir, ona xasdır. Alt standart, bayaq nə dedim? Alt standart, əsas standart fərqi yoxdur. Hər ikisində də var. Bunu fərqli cəhət kimi götürməyəcəyik, yəni yaxşı. Amma formativ qiymətləndirmə. Bəli, bu artıq gündəlik plandadır. Çünki mən hər gün dərsin məqsədinə uyğun olaraq, dərsin bu təlim nəticəsinə uyğun olaraq fərqli qiymətləndirmə meyarları, metodları seçirəm. Bu illik planda yazılmır. Formativ qiymətləndirmə və dərsin təlim nəticəsi. Bayaq dediyimiz kimi bir günün sonunda, yəni bir akademik dərs saatının sonunda nə əldə edəcək şagirdlər? Onu müəllim gündəlik planında yazır. Bu gündəlik plan ardıcıllığı deyil ha. Sadəcə onun içində olanlardır. Başa düşdünüz? Belə. Bu da gündəlik plan. Daha sonra burada, bu bitdi. Bir də burada nə var müəllimlər? Alt standartdan təlim nəticəsinin çıxarılması mövzusu var. O da bunun tərkib hissəsi. Yəni ikisinin testi eynidir. Aha, bəli. Bunlar ikisi eyni mövzu. Alt standart nədir ümumiyyətlə? Təhsil alanların və təhsil verənlərin qarşısına qoyulan minimal dövlət tələbidir. Alt standart. Düzdür? Alt standartlar 2 hissədən ibarət olur. Bilik və fəaliyyət. Yadda saxlayın. Fəaliyyət başqa adla nə adlanır? Bacarıq, bəli. Fəaliyyət və ya bacarıq. Düzdür? Bilik və ya bacarıq. Bilik və fəaliyyət adlanır. Bilik, standartın bilik hissəsinə əsasən müəllim nə edir? Müəllim keçəcəyi mövzunu müəyyənləşdirir. Bilik hissəyə əsasən mövzu müəyyənləşdirilir. Fəaliyyət hissəsinə əsasən müəllim nə edir? Hansı fəaliyyətləri icra edəcəyini müəyyənləşdirir. Yəni, dərsimi bugün hansı fəaliyyətlərlə quracam? Bilik və fəaliyyət deyəndə bunları nəzərdə tuturuq. Təlim nəticələri əvvəlcə müəyyənləşdirilir və şagirdlərə elan olunur. Bir də müəllimlər, baxın deyir, təlim nəticələri şagird mərkəzli olmalıdır. Düzdür?
Müəllim dərsin məqsədini müəyyən edərkən mən nə keçəcəyəm yanaşmasında olmamalıdır. Şagirdlər nə öyrənəcək yanaşmasında olmalıdır. Yəni mən yönümlü yox, şagird yönümlü olmalıdır. Müəllim yönümlü olmamalıdır. Şagird yönümlü olanda bu daha doğru olur. Təlim nəticəsi ilə bağlı biz baxın belə bir qayda öyrənəcəyik. Müasir dövrdə təlim nəticələrinin hazırlanmasında SMART texnikasından istifadə olunur. SMART-ın baş hərflərinin mənaları var. Nədir baş hərflərinin mənası? S spesifik olmasıdır. Yəni deyir, alt standartdan çıxarılan təlim nəticəsi dəqiq, düzgün və aydın ifadə olunsun. İkinci, M hərfi ölçülə bilən olması deməkdir. Yəni mən sonda həmin bu məqsədi qiymətləndirə bilim, qiymətləndirilə bilən olsun, əlçatan olsun. Üçüncü, əldə oluna bilən, nə çox çətin, nə də çox asan olmasın. Şagird çalışaraq təlim nəticəsini çata bilsin. Yəni əgər biz təlim nəticəsini çox asan qoysaq, bu da yanlışdır. Çox çətin qoysaq, bu da yanlışdır. Orta səviyyəli olmalıdır. Bir akademik dərs saatında əldə oluna biləcək bir bacarıq müəyyənləşdirməliyik. R hərfi real imkanlar nəzərə alınmalıdır. Real imkan nədir? Yəni mövcud resurslardan istifadə edilməlidir. Bugün mənim əlimdə hansı avadanlıqlar var, hansı misal üçün texnologiya var, onu yazmalıyam. Əgər məktəbdə bugün kompüter yoxdursa, daha müəllim götürüb yazmamalıdır ki, şagirdlər kompüterdən istifadə mətn yazır. Yoxdursa nəyə yazırsan yəni? Olmayan şeyi yazmamalıdır müəllim. Nə varsa onu yazmalısan. Əlində marker, qələm, nə bilim, nə də onun adı, lövhə varsa onu yazırsan. Adi lövhə. Olmayan şeyi yəni yazmağın real imkanlara qarşıdır. T hərfi isə time-dır. Yəni müəyyən vaxt müddətinin nəzərə alınması. Ki, müəyyən bir vaxt ərzində şagirdlər bu nəticəyə çatmalıdır. Bir akademik dərs saat ərzində çata biləcəyi bir məqsəd müəyyənləşdirməliyik. Time da budur. Belə, SMART-ın da açılışını öyrənəcəksiniz. İngilis dilində sözlərdir, bəli. Bəli, achievable-dır, realistikdir, time-da, time frame. Mən də bilirəm onları, görürsünüz. Təlim nəticəsi ilə bağlı, amma onların ingilis dilində öyrənməyinizə ehtiyac yoxdur. Öz dilimizdə sadəcə mənasını bilsəniz bəsdir. Təlim nəticəsi ilə bağlı edilən səhvlər. Baxın, burada birinci yazılan səhv artıq səhv deyil. Düzdür, mən bunu sizə demişdim ikinci dərsimizdə. Alt standartın özünün təlim nəticəsi kimi götürülməsi. Əvvəl alt standartın özünü təlim nəticəsi kimi götürəndə yanlış hesab edirdik onu. Amma indi təkmilləşmiş kurikulumlarda alt standartın özünü də təlim nəticəsi kimi götürürük. Yəni, yazırıq ki, bura alt standart təlim nəticəsi ola bilər. Yəni, təlim nəticəsi kimi götürülür bu qədər. Bu, yəni, yanlış deyil artıq. Düzgün fikirdir. Amma bunlar qalanları hamısı yanlışdır. Bir dərs üçün həddən artıq təlim nəticəsinin yazılması yanlışdır. Maksimum necə? Çətin olur, bəli. Elə müəllim var ki, düşünür ki, çox yazanda yaxşı olur da. Əksinə, 2-3 dənə bəs eləyir bir dərs prosesində. Maksimum 2-3 dənə. Təlim nəticəsinin şagirdlərə bildirilməməsi yanlışdır. Bildirilməlidir əvvəlcədən. Bunu bayaq izah elədim. Bəli. Təlim nəticəsinin çox mürəkkəb yazılması yanlışdır. Orta səviyyəli olmalıdır. Şagirdin başa düşə biləcəyi bir dildə. Müəllim mərkəzli olması yanlışdır. Necə olmalıdır? Şagird mərkəzli olmalıdır, bəli. Bir də stativ feillərdən istifadə olunması yanlışdır təlim nəticəsində. Stativ feillər nədir? Baxın, ölçülə bilməyən feillərdir. Bilir, bacarır, görür, öyrənir, tanıyır, toplayır, əzbərləyir, düşünür, öyrədir və s. Misal üçün, deyir, şagird mətnin mənasını düşünür. Bu düzgün təlim nəticəsi deyil. Mətnin mənasını düşünür. Təlim nəticəsi, deyəcəmdir. Təlim nəticəsi bitmiş bir fikir ifadə eləməlidir. Tam olmalıdır. Çünki sondakı nəticədir bu. Mətnin mənasını düşünür yox. Düşünür, hələ düşünür. Bəlkə də çatacaq. Bəli, mətnin mənasını izah edir. Öz sözləri ilə danışır. Mahiyyətini dərk edir. Nə bilim, fərqləndirir, şərh edir və s. kimi dinamik feillər. Baxın, Bloom taksonomiyasının dinamik feillərini keçmişik, düzdür? Tətbiq edir, təhlil edir, dəyərləndirir, istifadə edir, həll edir, müqayisə edir və s. Kimi çoxdur feilləri. Bu feillərdən, bunlar dinamik feillərdir. Bunlardan istifadə etməliyik. Stativ feillər yanlışdır.
Və yaxud da deyir şagird nə bilim hansısa mövzunu əzbərləyir. Bu təlim nəticəsi deyil, hələ əzbərləyir. Deyə bilər ki, şagird misal üçün düsturdan istifadə edərək məsələni həll edir. Bu olacaq düzgün təlim nəticəsi. Öyrəndiyini tətbiq edir artıq. Təlim nəticəsi belə olmalıdır, dinamik. Və ya desək ki, şagird hər hansı bir mövzu ilə bağlı məlumat toplayır. Hələ məlumat toplayır. Bu bacarıq deyil, bu hələ araşdırmadır. Deyə bilərik ki, şagird filan mövzu ilə bağlı esse yazır, nə bilim, layihə hazırlayır, təqdimat hazırlayır və s. Bu olacaq düzgün təlim nəticəsi. Bu feilləri, əgər cümlənin sonunda bu feillər varsa, o təlim nəticəsi yanlışdır deməli. Bu feillər varsa doğrudur deməli. Bu və ya digər Bloom taksonomiyasının feilləri yəni. Belə, bu qədər. Bu mövzunu öyrənib və testlərini işləyəcəksiniz mövzunu.